Çalışın qeyd eləyəsiniz düsturları. E, Ona yaxın, ondan yuxarı bir punktlarımız var bizim. Hansı ki, həm siz bunu təkcə məsəl üçün posterdə yox, həmin üçün məsələn bu tip düsturları flyerlər hazırlayanda da istifadə edə bilərsiniz. Sonra indi növbəti dərs web banner keçəcək. O web banner məsələlərində də bunu istifadə edə bilərsiniz. Sırf olaraq dizayn nə işləyirsə, dizaynda hər hansı bir detallı belə fiqura qoyanda belə bu düsturlardan istifadə edə bilərsiniz hər dəfə. Hərəsindən birini istifadə eləmək sizin üçün avantaj olacaq. Yəni belə bir ki, düşünmə metodudur. Dizayn üzrə kreativ düşünmə metodudur. Birinci başlayaq. Faber-Castell'dan yox, başlayaq bununla. Baxın, bu Harley Davidson'un kampaniyası idi. Bu kampaniya Harley Davidson motosikletlərini alan şəxslər üçün onların simalarından bir vizual hazırlayırdılar. Amma fərqliliyi bundadır ki, məhsulun özündən istifadə eləyərək, məhsulu parçalayaraq, yəni motosikletdir, motosikletin hər bir detalından istifadə eləyərək, qıraqlara səpələyərək müəyyən bir müştərinin simasını əldə edirdilər. Bu düsturumuz məhsulu parçalayaraq vizualı hazırlamağa aiddir. Yaradıcı işlərdə bir şeyini diqqət eləyə bilərsiniz ki, yazılar çox olur. Olanda kiçik bir şəkildə müəyyən bir posterin altında kiçik bir məlumat şəklində verilir. Kiçik amma şəkildə daha öncə o baxdığınız posterlər kimi yoxdur. Böyük, uzun sov, müəyyən bir font dizaynına sahib şəkildə yox. Bu yaradıcı posterlərdə önəmli olan müştəri ilə empatiya qurmaq üçündür. Və müştərinin də məhsulun bir parçası olduğunu bildirmək üçündür. Bu birinci düsturumuz da sırf bunun üçündür. Yəni, məsələn, məhsulu götürürsünüz, parçalayırsınız və müştərinizin simasını orada təsəvvür etdirirsiniz. İndi bu vacib deyil müştəri siması olsun, ha. Bu kampaniyadır sadəcə. Amma məhsulu götürüb parçalamaq və bir vizual hazırlamaq, dizayn hazırlamaq, bu artıq avtomatik olaraq bizə şeyi göstərir bu üsulu. Müştəri ilə empatiya qurmağı göstərir. Yəni dizaynınızda təkcə bir məhsul göstərmirsiniz də. Məsələn, Fox da bununla bağlı işlər görmüşdü. Fox yox, şey, nə idi onun adı? Bizdə bir dənə açıqı dükanı var. Məşhur Ray-Ban. Yox, Ray-Ban. yox, yox. F ilə başlayır. Ayda adı necə, necə başlayır? Hmm, Tabii. adı Fox'dur. Fox. Fox Azərbaycan Optika. brandı. Fox Optika, hə, hə. Tamam, bu brend maraqlı bir posterlər deməli kampaniyası eləmişdi. Baxın. Məhsulunu götürüb parçalayır. Yəni eynəyidir, parçalayıb, eynəyin bir hissəsini ayrıca götürüb gülümsəmə kimi olub, bulub gözlər kimi qoyub və kampaniyada Fox on Feeling var. Məsəl üçün Fox on Travel bir velosiped təsvir etməyə çalışıblar məhsulların özünü parçalayaraq. Yəni, bu üsulu bir çox şirkətlər istifadə edir. Bu ümumi bir düsturdur. Fox on Music. Yəni, avtomatik olaraq həm brendin xarakterini, prinsipini göstərir. Həm də ortaya maraqlı bir vizual çıxmış olur. Hansı ki, təkcə bir dənə götürüb eynəyə qoymurlar da. Bu düsturla hərəkət edərək eynəyə parçalayıb təbii iş qoymağa çalışırlar. Yəni, dizaynerin düsturları olmalıdır ümumiyyətlə, yaradıcı baxımdan işlənməsi üçün. Məsələn, çox rahat şəkildə illüstratorda bunu hazırlamaq olar. Görürsünüz, məsəl üçün, vizualı, kreativ olanlarda font dizaynı da yoxdur. Sadə bir şəkildə yazılır. Yəni, bir şey çox güclüdürsə, vizual çox güclüdürsə, kreativdirsə və düşündürürsə, orada artıq background olsun, font dizaynı olsun, bunlar önəmli olmur. Sadə şəkildə olur. Önəmli olur, yəni oxunacaq şəkildə. Amma onu da səliqəli, minimalist şəkildə lazımdır yazmaqda. Yəni durub da belə yaza bilmərsiniz. Burada belə bir ramka qoyub, belə bir şey bu şəkildə qalın şəkildə, səliqəsiz şəkildə yaza bilmərsiniz. Onu da incə estetik şəkildə eləməlisiniz ki, neqativ boşluğun içində kreativ yaradıcılıq görsənmiş olsun.
Yəni ideya bəlli olmuş olsun. Buradakı məqsəd vizualın bəlli olmasıdır. İdeyanı düşündürməkdir qarşı tərəfdə. Bunlar önəmlidir. Yəni bu düsturlar bir çox şirkətlər istifadə edirlər. Məhsulu götürürsünüz, parçaladınız. Yəni bir sumka firmasını reklam eləmək istəyirsiniz. O dəqiqə oturub fikirləşməyin, mən sumkanı qoyum, yazını yazın. Bu düsturu bilirsiniz, birinci düsturu. Götürürsünüz sumkanızı parçalayırsınız və parçalanmış sumkadan müəyyən bir vizual yaratmağa çalışırsınız. Amma onun da bir məqsədi olmalıdır orada, bir mahiyyət olmalıdır. Yəni sırf parçaladım, bir dənə atdım, səpələdim, o tipdə yox. Yəni, buna uyğun da bir şey fikirləşməlisiniz. Məsələn, Fox Optica görürüz, məsəl üçün, fokuslanmağı bildirməyə çalışdı. Müəyyən bir şeylərə rahat fokuslanmağı bildirməyə çalışır və bunu da eynə ilə əlaqələndirir ki, yəni göz vasitəsilə rahat fokusunuzu tuta bilərsiniz. Mesajını ötürmüş olur. Ə, Burada yəni xüsusi olaraq metodunu düşünməlisiniz. Düşünməli üçün də çoxlu bir şəkildə vizuallara baxmalısınız. Vizuallara baxanda artıq indidən sonra vizuallar sadəcə bir vizual kimi baxmamalısınız. Orada hansı kampaniyanı işlədiblər, hansı ideyanı ötürməyə çalışıblar, hansı fikir ötürməyə çalışıblar, mesaj nədir, aydın mesajdır, yoxsa uzunsov bir mesajdır, maarifləndirmə üsulu mu eləyib, yoxsa problemmi həll eləyib, problemmi göstərib. Bu tipli növü də yəni təyin eləməyə çalışmalısınız. Birinci düsturumuz. İkinci düstur Faber-Castell'ın işlətdiyi kampaniyasına aiddir. Bu üsul ümumiyyətlə belə deyim, bir çox şirkət tərəfindən istifadə edilməsin, amma uğurlu bir düstur sayılır. Fikir versəniz, Faber-Castell sadəcə və sadəcə bir dənə loqosunu qoyub. Boş negativ backgroundda sadəcə belə bir vizual hazırlayıb. İndi bu vizual okey, Photoshop işidir. Amma siz burada ideyanı başa düşməlisiniz. Burada Faber-Castell, deməli, bir firma üçün ümumiyyətlə işə hazırlamağa başlayanda o firmanızı analiz eləməlisiniz. O firmanızı birinci araşdırmalısınız. Yəni götürdünüz şəkilləri, yapışdırdınız, qoydunuz, yazını yazdınız, o tipdə olmamalıdır. Firmanızın prinsipini anlamalısınız. Faber-Castell'in prinsipi karandaşlarını satmaqdır. Amma karandaşlarını sadə şəkildə satmır. Karandaşları xüsusi bir rəngə malik olduğunu bildirməyə çalışır. Baxın, bir çox karandaş satan şirkət var. Amma bir-birindən fərqləndirilməsi lazımdır. Və hamısında da rəng var. Amma Faber-Castell nə edib? Götürüb karandaşlarının nə qədər canlı bir rəngə sahib ola biləcəyini göstərmək üçün başqa bir canlı və yaxud da cansız əşyaların üstündə sınamağa çalışıb. Yəni bu Faber-Castell ümumiyyətlə başqa bir kampaniyası da var. Tricolor'un başqa bir şeyləri var. Faber-Castell. Tricolor. Baxın, burada görürsünüz. Badamcanın üstündən gedib. Yanğın söndürən maşının üstündən getmiş olub. Hətta belə bir kampaniyalar da eləyib ki, məsələn, bir şey, bu da həmin bu düstura aiddir əslində, amma başqa bir vizualını eləyib bunda. Məsələn, iynəni banana, yəni karandaş da əslində bu, amma bunu həmçinin iynə kimi eləyiblər ki, yəni bu karandaşın rəngi o qədər canlıdır ki, meyvənin üzərində bunu biz rəngləyə bilərik. Yəni meyvəyə o canlılığı verə bilərik. Meyvəyə o rəngi qata bilərik. Bunu göstərməyə çalışıblar. Belə tiplər də var. Yəni canlı əşyalardan, daha doğrusu heyvanlardan, insanlardan, cansız vasitələrdən istifadə eləyərək rənglərinin nə qədər keyfiyyətli və canlı olduğunu göstərməyə çalışırlar. Yəni onu inteqrasiya eləyərək müəyyən bir əşyalara. Burada gördüyünüz kimi. Buradakı düstur nədir ümumiyyətlə? Bu düstur nədir? Məhsulun keyfiyyətindən bəhs eləməkdir. Və onu başqa bir cisimlərlə məhsulu əlaqələndirməkdir. Və düsturunuz bundan ibarətdir. Yəni məhsulu götürürsünüz, başqa cisimlərlə əlaqələndirirsiniz. Onu inteqrasiya edirsiniz. Yəni, ideya fikirləşəndə, məsələn, bu şəkildə düşünə bilərsiniz, nəyə inteqrasiya edəsiniz və yaxud da ki, bir məhsulunuzu göstərmək istəyirsiniz, orada məhsulunuzun keyfiyyətindən bəhs eləmək üçün hər hansısa bir situasiyadan istifadə edə bilərsiniz.
Və yenə də prinsip anlamazsınız. Siz fabrikasiyadan nə satdığını bilməsəz, ə, artıq ideyanı fikirləşə bilməyəcəksiniz. Yəni fabrikasiya karandaş satır. Yaxşı, bu karandaşı özəl eləməlisiniz. Yəni sadəcə karandaş kimi baxmamalısınız. Yəni bir poster ideyasına fikirləşəndə məhsulu üçün poster hazırlayanda, yəni burger hazırlayır, sadəcə burgerə burger kimi baxmamalısınız. Yəni ətdən və çörəkdən ibarət olduğunu baxmamalısınız. Onun özəlliklər əlavə eləməlisiniz. Həmin bu fabrikasiyanın üsulu kimi. Bu fabrikasiyanın üsulu deyil, bu sadəcə o da bir düstur kimi bu düsturu istifadə eləyib və bunu ortaya bu şəkildə vizuallar çıxardı. Və fikir verin, qırağında da fikir yayındıran heç nə yoxdur. Və sadəcə bura bir dənə diqqət eləyərək kampaniya adını başa düşmüşük və araşdırma edərək bir çox nəticələrlə qarşılaşa bilirik. Orada da məsələn görsəndə kimi var. Avtomatik olaraq yəni artıq maraqlı gəlir, amma vizual olaraq da daha kreativ görsənmiş olur. Karandaşların bu qədər yəni realistik bir rəngə sahib olduğunu. Burada həm məhsulun keyfiyyətindən bəhs eləmək var, təriflənməsi var, amma fikir verin, sözlə tərifləmir, vizualla tərifləyir. Keyfiyyətini vizualla tərifləyir. Burada artıq ehtiyaca vurmaq da var həmçinin. Məsələn, keçən səfərlər danışırdıq. Yəni insana nə lazımdır? Rəssam, bunun kütləsi rəssamdır və yaxud da ki, uşaqlardır. Onlara indi uşaqlar üçün önəmi yoxdur elə də. Amma rəssam üçün önəmi var ki, hə, rəngləri canlı şəkildə əldə edə bilsin. Və artıq onun ehtiyac mənbəyinə vurğulanır bu situasiya. Yəni bu üsul konkret olaraq bizə kreativlik baxımından xüsusi bir maraq qatır. Yəni pomidoru çox canlı rəngləyəcək bizim karandaşımız. Bu üsuldan da idealını verir. Növbəti. Növbəti FedEx-dir. FedEx bilik çatdırma şirkətidir. Burada bu üçüncü düsturumuz izah eləmə, göstər adlanır əslində. Yəni izah eləməyə ehtiyacınız yoxdur burada. Burada elə hazırlamalısınız ki, sualınızı. Orada hər hansı bir sözlə, cümlə ilə, müəyyən bir xüsusi işarə ilə onu izah eləməli deyilsiniz düsturda. Sırf göstərməlisiniz, real fotolarla göstərmək. Sırf buna aiddir. Yəni anlatma, izah et, göstər tipindədir. Burada məqsəd nədir? Baxın, onsuz da indi məsəl üçün bir çox analizlər aparacağıq və analizlərimizin hər birində biz görə bilərik ki, ya məhsul keyfiyyətindən bəhs edilir, ya problem həll edirlər, ya da problem göstərirlər. Bu üç dənə əsas üsul işlənilir. Maarifləndirmə üsulları az hallarda olur. Yaradıcı dizaynlarda maarifləndirmə çox da yoxdur. Çünki maarifləndirmək üçün sloqanlara, font dizaynlarına çox ehtiyac var. Və yaxud da karusel postların olmasına ehtiyac var. Amma digər məqsəd nə isə bizim şeyə ehtiyacımız yoxdur, yəni. Necə deyərlər? Yaradıcı tərəfdən izah edəndə artıq maarifləndirməyə ehtiyac yoxdur. Çünki yaradıcı dizaynlarda məqsəd məhsulun empatiya qurması şəraitini yaratmaqdır. Yəni yaradıcı dizaynların önəmi bundadır. Orada artıq məhsul satılmır, duyğu satılır. Yaradıcılıqla konversiyalı işin arasında fərq nədir? Konversiyalıda duyğunu satmırlar, məhsulu birbaşa satırlar. Amma yaradıcı işlərdə fikir versəz, səhərdən biz duyğu satımına məruz qalırıq. Empatiya qurulması var yəni. Ən güclü üsul da duyğunu satmaqdır. Uzun vadəli. Müştərini ömürlü və ya da çox uzun bir şəkildə şirkət daxilində saxlamaq, müştərini saxlamaq sayılır. Duyğusal bir işlə yanaşılanda müştəriyə. Amma konversiyalı işlərdə sadəcə birbaşadır, bir dəfəyədir. Görüldü, satıldı, bitdi. Amma uzun vadəli də artıq ehtiyac var duyğu ötürülməsinə. FedEx-də biz görə bilirik, divar xəritədən ibarətdir. Şimali Amerika, Cənubi Amerika kimi də bunu fikirləşə bilərik. Və həmçinin burada insanın digər insana FedEx
qutusunun ötürülməsi var, gördüyümüz kimi. Burada artıq və FedEx Express olduğu bilinir. Və burada biz vizual üzrə nə anlayırıq? İki qonşu qədər yaxınıq sizə. Bunu ifadə etməyə çalışırlar. Yəni məsafədən asılı olmadan, yəni dünyanın o biri başından bu biri başına iki qonşunun yaxın olduğu qədər sizə paketinizi çatdırırıq. Sadəcə 2-3 vizualla bunu göstərməyə çalışırlar ki, nə qədər sürətlidirlər. Baxın, izah eləyəndə də orada bir açar sözə məruz qalmalısınız. Yəni izah edildi, okey. Nə izah edirlər? Sürəti, tezliyi, tez çatdırılmanı. Yəni bir-iki sözdən ibarət bir açar sözünüz olmalıdır. Dizayn işi hazırlandan sonra bir-iki sözlə bunu ifadə eləyin, soruşun özünüzdən ki, bunu bir-iki sözlə necə ifadə edə bilərsiniz? Əgər bir-iki sözlə bunu ifadə edə bilirsinizsə, deməli uğurlu bir ideya fikirləşmisiniz. Amma bir-iki sözlə izah edə bilmirsinizsə, düşünürsüz, cümlələr qurursunuz, görürsünüz ki, hələ də uzanır, deməli ideyanız qısa və net deyil. Çünki ideya qısa və net olmalıdır. Siz ideyanızı saatlarca, günlərcə fikirləşə bilərsiniz. Amma işinizin ərsəyə gəlməsi üçün avtomatik olaraq siz qısa və net izah etmənin nəticəsini əldə etməlisiniz. Bu isə çox önəmlidir. Növbəti mini. Bu 5-ci üsulumuzdur. 5-ci düsturumuzdur. Yoxsa 4-dür? Dört. 4-dür. Yoxladım. Yazırsınız da. Bəli, bəli. Tamam. Bu 4-cü düsturumuzdur. 4-cü düsturda böyük cisimlər olsun və ya hansısa bir cisimlər olsun, fərqi yoxdur. Onları mini şəkildə təqdim eləmək. Yəni balacalaşdırmaq. Balacalaşdırıb real həyatdakı hər hansı bir əşya ilə, cisimlə, canlı ilə əlaqələndirmək. Amma burada inteqrasiya yoxdur. İnteqrasiya bayaqkında var idi. Amma burada inteqrasiya deyil, sadəcə yanında qoymaq kimidir. Yəni oradan bir parçaymış kimi göstərməkdir. Bunu da ən çox mini car bu üsulu istifadə edir. Mini car avtomobilləri, mini Cooperlər. Buradakı Mini Cooper məsələsində biz görə bilirik ki, burada da yazılıb, hər çevrəyə uyğun sağlanmasını göstərməyə çalışırlar həmçinin avtomatik olaraq. Mini maşının balacalaşdırırlar və təbiətdən nəyəsə bənzətməyə çalışırlar. Və burada avtomatik olaraq çevrəyə uyğunlaşdığını izah etməyə çalışırlar. Yəni minidir, hər şeyə uyğun gələ bilər. Bu şəkildə bir üsul göstərməyə çalışırlar. Burada əyləncə üsuludur və həmçinin maşının necə yığcam olduğunu göstərməyə çalışırlar. Yenə də məhsulun təriflənməsi var, yəni bir hissədə, bir tərəfdən. Ona görə belə üsullarda bir çox mini üsullar var, mini şəkildə istifadə edilməsi. Balacalaşdırırsınız, yəni böyük şəkildə götürmürsünüz. Yəni, həmişə ümumiyyətlə yaradıcı iş işləməyə çalışarkən bir şeyə real şəkildə yanaşmayın. Onda yaradıcılıq olmur orada. Qeyri-real yanaşmalısınız. Amma bir növ yöntəmi ilə, yolu ilə yanaşmaq lazımdır. Yəni dizayner bir yöntəmlə, bir düsturlarla işləmirsə, onun fikirləşəcəyi xüsusi bir ideyalar da olmayacaq. Yəni ideya göydən gəlmir heç vaxt. Dizaynerlikdə ideyalar xüsusi düsturlarla işlənilir. Yəni bu dəqiqə müasir dövrdə zaten göydən gəlmə deyə bir şey yoxdur. Məqsəd burada sadəcə xüsusi olaraq marketinq strategiyası işlətməkdir. Yəni bunu dizayner anlamalıdır. Yəni bugün mənə gəlmədi, ilham gəlmədi, nəsə gəlmədi. Və heç bir şey əslində tam yoxdur. Yorğunçuluq ayrı məsələ, həvəs ayrı məsələ. Amma düsturla işləyəndə, xüsusi araşdırmalar ediləndə, zaten bu dəqiqə bizim üçün ideyaların belə deyək, tezləşdirilməsi bu dəqiqə daha rahatdır. Yəni ChatGPT ilə iclas keçirərək ideyanı ortaya çıxartmaq sürətli versiyadır, shorts versiyadır. O əvvəllər lap çətin idi. Əvvəllər ki, materiallar da məsələn tapmaq çətin ola bilirdi. Yəni söhbət 10 il bundan qabaq filan gedir də. Materialların tapılması filan bu tipdə avantajlar azdır. Amma indi bu dəqiqə yetərincə material tapa bilirik və plus son 3 ildə daha sürətli şəkildə materiala
gəlib çıxa bilirik. Yəni biz bu üsuldan artıq istifadə eləməliyik ki, avantajlı şəkildə də işləyə bilək. Bu isə çox önəmlidir. Növbəti düsturumuz, baxın görürsünüz, nə boyda posterdir, amma bir dənə belə bir dizayn var burada. Bu Volkswagen etdiyi kampaniyadır. Buradakı məqsəd bu düsturumuzda böyük bir neqativ boşluğu göstərmək. Amma brendin rəngi ilə. Yəni böyük bir sahəni, böyük bir səhifənin böyük hissəsini bir dənə tək rənglə təqdim edirsiniz. Amma nə gəldi rəng yoxdur. Brendin öz rəngini. Volkswagen-də də göy rəng olduğu üçün bunu bu şəkildə təqdim edirlər. Və səhifənin bir küncündə, bir hissəsində problem həll edirsiniz. Volkswagen burada nə edib? Maşının bir qarışqadan ibarət olduğunu göstərib və fikir maşın qoymuyor. Maşın qoyanda şablon olur. Volkswagen ümumiyyətlə bu üsuldan çox istifadə edir. Qarışqanı qoyub, qarışqanı qoyduqdan sonra bir dərədən, təpədən necə rahat şəkildə keçə bildiyini göstərməyə çalışır. Burada həm problem həlli var, həm məhsulun keyfiyyətli olmasından bəhs eləməyə var. Avtomatik olaraq, yəni maşını qoymadan da belə məhsulu tərifləmə mümkündür. Sadəcə loqonu qoymaq lazımdır və kiçik bir mesajı da bildirmək çox vacibdir. Və buradakı düsturumuzda da ən böyük məsələ böyük bir səhifə və yaxud da ki, 1080-300-də böyük bir hissəsini bir tək rəngə gətirib çıxartmaqdır. Bir tək rəngə gətirib çıxardanda onda artıq avtomatik olaraq da biz şeyi görə bilirik, yəni. Önəmli mesajı da görə bilirik. Yəni bu düsturdan da istifadə edə bilərsiniz. Bunların hamısını bir-birinə qarışdırmayın. Ayrı-ayrılıqda fikirləşməyə çalışın. Götürün birini ona uyğun düşünməyə çalışın. Hamısını qarışdırmaya ehtiyac yoxdur. Bu tam olaraq müştərilərin duyğularına səslənmək üçündür. Burada artıq burada sırf düstur duyğusal mesaj ötürmək düsturudur. Sırf duyğuya zərbə vurmaq, kədərli şəkildə. Burada artıq problem həlli falan yoxdur. Burada problem göstərməyə var. Biz görürük ki, bir qadındır, bir qolu yoxdur. O biri qolu ilə də sürəti göstərib və sürətin maksimal 40 olduğunu göstərir. Artıq avtomatik olaraq burada biz görə bilirik ki, 40 sürətindən aşdığı zaman bir insanın həyatını məhv eləyə bilərsiniz. Bu şəkildə göstərir. Məsələn, burada görürsünüz, bir dənə sadəcə bir əlin olmaması necə duyğusal bir mesajın ötürüldüyü gücə sahib olduğunu görə bilirik. Və yolda göstərilməsi bunun. Yəni heç yolda olmasa da bu tək bir background içində olsa da bir başa düşüləcək. Yəni bu başa düşüləcək ki, söhbət nədən gedir? Sadəcə kiçik bir açıqlama da qeyd edildisə, artıq başa düşülə bilir nədir. Buradakı məsələ, yəni insanların maşın sürərkən sürətlərinə diqqət eləmələri lazımdır ki, diqqətsiz sürücülər tərəfindən zərərlər görülməsin. Yəni bütün məqsəd budur, yəni. Və bunu özü Motorsbike eləyib bu kampaniya. Buracan nəsə sualınız var? Hayır, aydındır. Bu şəkil haqqında bir dəfə danışmışdınız. Qızın da qolu yoxdur. Bunu Hı. onun nəsə yəqin hansı bir söhbətdə idi. Keçən dəfəki nəzəriyyədə. O başqa başqa nəsə hansı bir mövzuda idi. Prosta, mövzuya daxil Hətta olmuşdu. yalnız orada dedim ki, biz yaradıcı dizaynları analiz eləyəcəyik. Hı. Növbəti Tabasco'dur. Biz bilirik ki, Tabasco meksikanski ketçupdur və nə qədər acılı olduğunu bilirik. Bu düsturda Hı. məhsulunuzun məhsulu bir abartmalısınız. Yəni acıdır, amma acı yoxdur. Yəni bunu böyütmək, şişirtmək. Bu düstur üsulu şişirtmək üsuludur. Məhsulunuzu şişirdərək göstərməlisiniz. Tabasco ilə bağlı çox kreativ ümumiyyətlə şeylər var.
posterlər var. Tabasco nə qədər, biber yanır filan. Nə bilim, şey var, yanğın söndürən tipində göstərməyə çalışıblar kimi. Yəni bu üsul çox, bu düsturdan çox istifadə edirlər. Yəni abartmaq da, şişirtmək. Bir şey baxın, temperatur zat qoyurlar. Görürsüz? Sadə bir şeydir, amma necə adam baxmaq istəyir və analiz eləmək istəyir. Don't touch. Yəni o qədər yəni acıda butulkanı belə acı hiss eləyə bilər tipində bir mesaj göndərməyə çalışırlar. Yəni zajqalka ilə əlaqələndirirlər. Necə yanır tipində. Məqsəd zaten Tabasco görürsünüz prinsip var. Şirkətin bir prinsipi var. Şirkət acılı ketçuplar buraxır. Yəni Heinz-dan fərqli olaraq Heinz firması da var. Heinz deyə, Heinz deyə. Bu da kreativ posterlər hazırlayır və ikisi rəqibdirlər. Heinz da yəni amma Heinz təkcə acı ketçupla buraxmır. Həmçinin şirin ketçuplar da buraxır. Hansı krosanın zalın üstündə də qoyurlar. Bunu ki, yəni, o qədər şirinliyi var bizdə. Amma Tabasco nə ilə fərqlənir? Acılığı ilə. Və avtomatik olaraq dizaynlarında da daha çox acılığı bildirən situasiyalar var. Baxın, bu rəqəmsal marketinqdir. Sizə yaradıcı ideyaları düşünməkdən əlavə də rəqəmsal marketinq həm də göstərməyə çalışıram. Çünki dizayner bunu bilməlidir. Yəni dizayner başa düşməlidir ki, rəqibi kimdir və rəqibini özü rəqibini necə fərqləndirə bilməlidir. Yəni siz götürüb Heinz kimi eləsəz, yəni həm şirin də göstərməyə çalışsaz, artıq Heinz-ə çevriləcəksiniz. Yəni insanlar zaten pomidoru görəndə Heinz-i xatırlayırlar. Amma acı, alovu zadı görəndə avtomatik tabakonu xatırlayırlar. Tabaskonu xatırlayırlar. Çünki hərə öz prinsipini irəli sürüb və bir stil yaradaraq, bu stilə sadiq qalaraq xüsusi tərəfi göstərməyə çalışırlar. Yəni buradakı məqsəd zaten belə deyək də, hərənin öz kütləsi var. Yəni şirkət üçün posterinizi hazırlayanda kütlənizi nəzərə almalısınız. Yəni Tabasco'nun kütləsi acı sevənlər kütləsidir. Heinz'i sevənlər isə şirin sevən kütlədir. Yəni şirin dadı sevənlərdir. Amma Heinz də yəni şirin ketçup, acılı ketçuplar buraxır. Amma o acı ketçuplar vasitəsilə tanınmır yəni. Sırf şirin ketçuplar vasitəsilə tanınır və daha çox da təbii. Fikir versən, yəni butulkanı pomidora çevirir. Yəni, görürsünüz, bir dənə butulkadır adi. Arxasıdır, butulkanın arxasıdır. Və e, üstünə bir dənə pomidorun şeyini, salxımını, şeyini, yarpaqlarını qoyaraq avtomatik olaraq təbiiliyi artıq göstərirlər. Hə, acılı şəkildə belə bir şeylər məsəl üçün eləyiblər, amma başa düşülür ki, Heinz-ə bu yaraşmır. Heinz-də daha çox təbii üsulla və ən çox da pomidor. Pomidordan istifadə eləmələrinin səbəbi də pomidordan təbii şəkildə hazırlayırıq prinsipini göstərmələridir. Və daha sənətsəl də yanaşırlar, öz rənglərinə uyğun olaraq bir art üslub da yaratmağa çalışırlar həmçinin. Rəsm əsərinə bənzətməyə çalışırlar. Və həmçinin Heinz şeylə də fərqlənir. Butulkanın çevrilməsi. Yəni avtomatik olaraq aşağıya doğru dizayn ediblər butulkanı. Bu da müştərilərin rahatlığı üçündür. Yəni onsuz da aşağı o dəqiqə eləyəcəksiniz ketçupu, yəni aşağıdan tökülür tipində bir mesaj göndərməyə çalışırlar. Bir də bununla da fərqlənir Heinz yəni. Hansı məşhurdur desəz, təbii ki, Heinz məşhurdur. Çünki bir çox xüsusi kampaniyalar eləyib və plus butulkanın çevrilməsi bu da yəni xüsusi bir maraq qatıb. Tabasco'da deyəsən o yoxdur. Tabasco çünki görməmişəm. Tabasco düzünədir, amma Tabasco da özünə məxsus şəkildə satır. Sırf acılığı bildirmək. Çünki Meksikanskidir zaten onsuz da. Sırf olaraq acılığı bildirmək üçün. Yəni prinsiplər, şirkət üçün prinsipi başa düşməlisiniz və ya da bir şirkət üçün prinsip təyin etməlisiniz ki, rəqibinizdən fərqlənəsiniz. Yəni, dizayn edəndə sadəcə dizayn eləyib bitirdim söhbəti olmamalıdır. Xüsusi prinsiplər və xüsusi düsturla işləməlisiniz. Və burada da biz görə bilirik ki, necə yəni Meksika abu-havası və insanlar necə yanır, tərləyir. Yəni abartmaq. Bu düstur konkret olaraq abartmaq məhsulunuzun belə deyək, nədən ibarət olduğunu aşırı dərəcədə şişirdilmiş şəkildə göstərmək üsuludur. Yəni ideyanızı bunun üstündə qurmuş olursunuz. Aydındır buracan hər şey?
Sual və söz Hmm, özləsə var. Xeyr. Tamam. O zaman fasilə eləyək. Bu videonu da atım sizə. Sonra gerisini davam edəcək.